Salam aleykum. Bu günləri toyuqçuluq haqqında çəkiliş edəcəyik. Deməli, ətlik yoxsa yumurtalıq toyuq? Hansı biznes daha sərfəli və daha çox qazanc gətirir? Deməli, bugünkü videomuzda çox verilən bir suala cavab axtaracağıq. Toyuqçuluqla başlamaq istəyən insanların əksəriyyəti belə düşünür. Ətlik toyuq saxlamaq daha sərfəlidir, yoxsa yumurtalıq toyuq? Hansı daha çox qazanc gətirir? Bu sualın tək bir cavabı yoxdur. Çünki hər iki istiqamətin üstün və zəif tərəfləri də var. Gəlin onu birlikdə müzakirə eləyək və baxaq. Əvvəlcə ətlik toyuqlardan başlayacağıq. Ətlik toyuqlar çox sürətlə böyüyür. Yaxşı qulluq və düzgün yemləmə ilə təxminən 40-50 gün ərzində satış çəkisinə çatırlar. Bu isə o deməkdir ki, fermer qısa müddətdə məhsulunu sata və yenidən yeni partiya götürə bilər. Lakin bir məsələ var. Lakin burada bir məqam var ki, ətlik toyuqların əsas xərci yemdir. Bilirsiniz ki, yəni çünki yem bahalaşdıqca qazanc da azalır. Ona görə bundan başqa saxlanma şəraiti düzgün olmazsa, xəstəlik riski də artır. Çünki bilirsiniz ki, toyuq həssas heyvandır. Və buna görə təmizlik, havalandırma və keyfiyyətli yem çox vacibdir. İndi isə yumurtalıq toyuqlara baxaq. Yumurtalıq toyuqlar qısa müddətdə məsələn gəlir gətirməyə başlamır. Yəni çünki bilirsiniz, yəni onlar əvvəlcə böyüməlidir, sonra yumurta verməlidirlər. Amma lakin yumurta verməyə başladıqdan sonra hər gün məhsul əldə etmək mümkündür. Bu isə fermerə davamlı gəlir qazandıra bilər. Əgər yaşadığınız ərazidə təbii kənd yumurtasına tələbat yüksəkdirsə, yumurtalıq toyuqlar uzun müddətli və sabit gəlir mənbəyi ola bilər. İndi düşünərsiniz ki, yəni bəs hansı daha sərfəlidir? Yəni əgər məqsədiniz qısa müddətdə dövriyə yaratmaqdırsa, ətlik toyuqlar üstün ola bilər. Əgər məqsədiniz hər gün məhsul sataraq sabit gəlir əldə etməkdirsə, yumurtalıq toyuqlar daha uyğun seçim ola bilər. Əslində, uğuru müəyyən edən yalnız toyuğun növü deyil, yem qiyməti, bazar xəstəliklərinin qarşısına alınması, düzgün qulluq və satış imkanları da böyük rol oynayır. Bir çox təcrübəli fermer hər iki istiqaməti birlikdə inkişaf etdirir. Məsələn, həm yumurtalıq toyuq saxlayır, həm də müəyyən dövrlərdə ətlik toyuq yetişdirir. Belə olduqda gəlir mənbələri, məsələn, və riskləri yəni azalır, belə desək. Başlanğıc mərhələsində isə böyük sayda quş almağa tələsməyin. Xüsusən əgər yenisinizsə. Əvvəl az sayda yəni toyuqla təcrübə qazanın. Yem xərclərini, qulluq qaydalarını və bazarı öyrənin. Daha sonra təsərrüfatınızı böyütmək daha təhlükəsiz olur. Və unutmayın ki, toyuqçuluqda uğur yalnız çox quş saxlamaqdan asılı deyil. Təmizlik, düzgün yemləmə, keyfiyyətli su, vaxtında peyvəng və bazarı düzgün seçmək ən vacib əmillərdəndir. Yəni əziz dostlar, mənim fikrimcə, əgər kənd şəraitində yaşayırsınızsa və təbii yumurtaya tələbat yüksəkdirsə, yumurtalıq toyuqlar daha sabit gəlir verə bilər. Yəni anladınızsa nə demək istəyirəm? Əgər məsələn satış bazarınız hazırdır, deyək ki, dövriyyənizi tez artırmaq istəyirsinizsə, ətlik toyuqlar daha yaxşı seçim ola bilər. Ən düzgün qərar isə imkanlarınızı, bazarı və xərclərinizi də nəzərə alaraq seçim etməlisiniz, yəni mütləq. Yəni bunları ilk öncə həmişəki kimi biznes planı qurmalısınız. Məsələn, indi özünüz siz necə düşünürsünüz? Yəni kommentlərdə də qeyd edə bilərsiniz. Məsələn, siz olsaydınız hansı istiqaməti seçərdiniz? Ətlik yoxsa yumurtalıq toyuq? Məsələn, fikirlərinizi şərhlərdə yaza bilərsiniz. Əgər bu video sizə faydalı oldusa, videonu bəyənməyi, kanala abunə olmağı, paylaşmağı unutmayın. Yenə qarşıdakı videolarda toyuqçuluq, qoyunçuluq və digər heyvandarlıq sahələri haqqında daha faydalı məlumatlar paylaşmağa çalışacağıq. O yüzden əziz dostlar, sizdən sadəcə dəstək, kanalımıza abunə olun, dostlarınızla, tanışlarınızla paylaşın ki,
bu kanaldan hər kəs yararlansın və faydasını görsün. Allah hər kəsin təsərrüfatına bərəkət versin. Assalamu aleykum və rahmetullahi və barakatuhu.